Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Demək, baxırıq dərslik kitabdan 11-ci sinif dərsliyinin sonundakı alqoritm suallarını izahla. Başlayaq. Birinci sualımızda deyir, Orxan dostunu evlərinə qonaq dəvət etdi, lakin giriş qapısının rəqəmsal kilidinin kodu əvəzinə ona belə ismarət göndərdi. Deməli, yazaq buradan şifrəmizi 52 186. Ardıcıllığında bütün cüt rəqəmləri 2-yə bölmək, tək rəqəmlərdən isə 1 çıxmaq lazımdır. Sonra alınan ardıcıllıqdan birinci və sonuncu rəqəmləri uzaqlaşdırmaq gərəkdir. Rəqəmsal kilidin kodunu müəyyən edin. Deməli, nə deyir bizdə? Cüt rəqəmlərini 2-yə böl, tək rəqəmlərindən də 1 çıx. 5 təkdir, 1 çıxanda 4 alınacaq. 2 cütdür, 2-yə böldük, 1 verdi bizə. 1 təkdir, 1 çıxdıq, 0 verdi bizə. 8 cütdür, 2-yə böldük, 4 verdi. 6 cütdür, 2-yə böldük, bizə 3 verdi. Ondan sonra deyir ki, birinci və sonuncu rəqəmi uzaqlaşdırmaq lazımdır. 4-lə 300 silirik. Bizə neçə qalır? 104. Cavabımız nə olur? D variantı. İkinci sual uyğunluğu müəyyən edin. Deməli, kütləvilik, diskretlik, nəticəlilik, bir də alqoritmin başqa xassəsi hansı idi? Müəyyənlik, düzdür? Müəyyənlik. Alqoritmin hər bir addımı dəqiq və birmənalı olmalıdır. Müəyyənlik. Bizə verilənlərə baxaq. Alqoritm ayrı-ayrı elementar hərəkətlərə bölünməlidir. Deməli, bu uyğun gələcək 2-yə, A variantı 2-yə. Alqoritmin hər bir addımı ayrı-ayrı elementar hərəkətlərə bölünməlidir və biri bitəndən sonra digəri başlamalıdır. Bu olacaq nə? İkinci diskretlik. Alqoritm icraçının birmənalı qəbul edə bilməyəcəyi göstərişlər olmamalıdır. Yəni ki, bütün addımlar dəqiq və birmənalı olmalıdır. Ona görə yazılıb bu. Birmənalı qəbul edə bilməyəcəyi göstərişlər olmamalıdır. Yəni, sual altında qalacaq hər hansısa bir addım olmamalıdır. Burada 1, 2 və 3-ün heç birinin adiyyəti yoxdur. C. Alqoritm icrası sonlu sayda addımdan sonra bitməlidir və bu zaman məsələnin həlli alınmalıdır. Yəni ki, addımlarımızdan sonra bitməlidir və məsələnin həlli alınmalıdır. Bu da nədir? Nəticəlilik xassəsi. Alqoritm müəyyən sinifdən olan istənilən məsələnin həlli üçün yararlı olmalıdır. Bunu da keçən dəfə deməli hansısa sualın izahında demişdim sizə. Yəni məsəl üçün də hər hansısa bir dördbucaqlı sahənin hesablanması üçün mən alqoritm qurmuşamsa, bu bütün dördbucaqların sahəsini hesablamağı bacarmalıdır. Yəni həmin xassəyə nə deyir? Biz kütləvilik xassəsi olacaq. Alqoritmin hər bir komandası icraçının birmənalı hərəkətini müəyyənləşdirməlidir. Alqoritmin hər bir komandası icraçının birmənalı hərəkətini müəyyənləşdirməlidir. Bu da müəyyənlik xassəsinə uyğundur. Üçüncü, deməli, blok sxem şəklində verilmiş aşağıdakı alqoritm icrasından sonra A dəyişəninin qiyməti nə olacaq? Deməli, bu nə edir? A böyükdür B-dən Ə-yə gedir. Gəlin biz bunu B-sinə yeyək də, baxın. Həni yazıram bura, həni yazıram. Yox, yazıram bura. Doğru olarsa biz icra edək də, düzdür. Onda, deməli, bunu da dəyişdirib birəsinə yeyək. A böyükdür, yox, kiçikdir, bərabərdir B olsun. Bunu da silirəm. Yəni, A, elə bir ki, tamam da əksinə dəyişdirdik. A kiçikdir, bərabərdir B olarsa, hə olsun, gəlsin bunları icra eləsin. Yoxa nə vaxt gedəcəyik? Biz yoxa gedəcəyik, deməli, A böyükdür, B olanda. Düzdür? Vəssalam, indi yazaq. Niyə görə beləsinə yazdım? Bayaq kimi oldu, axırda bir çaşqınlıq yaranacaq, onu izah eləmək istəmədim. Deməli, başdan hazır dəyişdirirsiniz, hə olanda icra edirsiniz, yox olanda çıxırsınız, amma rombun içərisində diqqət edirsiniz. Ola bilər Pythondan da verilsəmiş, ola bilər fərqi yoxdur. Şərtə diqqət edin. Deməli, indi biz yoxa nə vaxt gələcək? Böyükdür B olanda, düzdür? Yaxşı, A burada 3 vahid artır, B burada 1 vahid azalır. A-nın ilkin qiyməti neçədir? Mənfi 3-dür. Bunun üzərinə mən 3 vahid artır da, düzdür? 3-ü neçə dəfə gəlsəm, böyük də olar. İndi B-ni də təyin edək. B-nin burada qiyməti 8-dir. 8-dən deyirəm ki, 1-i neçə dəfə çıxsam. İndi bu da elə x-dir də, düzdür? X kimi yaza bilərsiniz. Yəni ki, sol tərəf A-nın hesabıdır. Mənfi 3-ün üzərində mən 3 gəlirəm. Bağda həmişə 3 gəlirəm. Neçə dəfə gəlsəm,
böyük də olar. B-nin hesabını da bura yazmışam. 8-dən 1-i neçə dəfə çıxsama. Başa düşdünüz yəqin ki bu hissəni. Deməli, indi buradan da 3x 3x yazmayaq da birbaşa 1 keçəcək bu tərəfə 4x böyükdür. 3 keçid o tərəfə 11. Buradan da x böyükdür. 11-i 4-ə bölündən neçə? 2 tam neçəsə, düzdür? Buradan da x bizə nə verəcək? 3 vermiş olur. Yaxşı, indi biz 3-ü tapdıq ki, bura 3 dəfə işləyir, düzdür? Yəni ki, A-nın üzərinə 3-ü 3 dəfə gəlmişik. B-dən də ki, 1-i 3 dəfə çıxmışıq da, düzdür? 3-ü 3-ə vuranda 9, yəni A-nın üzərinə 9 gəlmişik. 3-ü 1-ə vuranda 3, yəni 8-dən də 3 çıxmışıq. Bu bizə neçə verir? 5. Bu da bizə neçə verir? 6. Deməli, A-nın qiyməti 6-dır, B-nin qiyməti 5-dir. Yəni ki, gəlib artıq burada A olub neçə? 6 kiçikdir, bərabərdir. B neçə olub? 5. Yəni, bu bizə nə verir? Yox verir. Gəlmişik yoxa tərəf. Yoxa tərəf gələndən sonra burada deyir ki, A bərabər olsun B. Yəni, A-nın təzə qiyməti artıq nə olur? B-nin qiymətini alır da. B-nin də qiyməti neçədir? 5-dir. Və çapı qoymayıblar burada. Yəqin ki, A-nı istəyir bizdən. Hə, şərtlə verib də A dəyişənin qiymətini alacaq. Cavabımız nə olacaq? C variantı. Dördüncü sualımız. Blok sxem şəklində verilmiş aşağıdakı alqoritm icrasının sonunda S və P tam ədədi dəyişənlərinin qiymətini alacaq. Deməli, burada nə edir? S bərabərdir 11, 11 kiçikdir 0-dan. Deyirik yox. 11-dən 3 çıxır, P-ni bölür 10-a. Və P əgər 10-dan kiçik olsa, onda həyə gedir. S də əgər buradan 5 bərabər olsa, onda buradan həyə gedir. Addım-addım da yaza bilərsiniz, qarışıqlıq olmamaq üçün, amma gəlin sadəcə yazmağa çalışaq, ola bilər ədədlər böyük olar. Deməli, mən 11-dən, S-im 11, yenə bayaq kimi yazır. 3-ü neçə dəfə çıxsam, deməli, böyük bərabər olar nə? 0. Buradan mənfi 3x böyük bərabərdir mənfi 11. Buradan deməli 3x kiçik bərabərdir 11. Buradan da x kiçik bərabərdir. Neçə dəfə eləyir? 3 tam neçəsə də düzdür. Buradan da x nəyə bərabərdir? 3-ə. Tapdıq ki, bura neçə dəfə işləyib? 3 dəfə. Yəni 3 dəfə işləyəndən sonra artıq bu həyə gedə bilər də. 3 dəfə işləyəndən sonra. Deməli, nə eləyək biz? 3 dəfə işləyibsə, yaxşı. P-ni 10-a da mən 3 dəfə bölsəm, sıfırların 3-ü də gedəndən sonra burada mənə qalır, 2 qalır, düzdür. P-min də qiyməti neçə olur? 2. Yaxşı, indi 3 dəfə bura işləyəndə, 3-cü dəfə mən buradan 2 kiçikdir 10 olanda P-yə 3-cü dəfədə 2 almışam da mən. Başa düşdünüz, bura 3 dəfə işləyirsə, 2000 də 3 dəfə 10-a böləndə mənə neçə verir? 2 vermiş olur. İndi 2 kiçikdir 10 deyəsəm, mən buradan həll edəcəm, düzdür. İndi baxaq görək, yaxşı. 3 dəfə işləyəndə, burada S bizə nə alıbdır? 3 dəfə 3-üm deməli 9, 11-dən də çıxıram 9-u, bərabər ermənisi 2. Baxın, S-də də mən neçə aldım buradan? 2 aldım. Gəlmişəm 2 də kiçikdir ondan, P-ni yoxlamışam, amma P-nin qiyməti 2-dir. Hə, demişəm, keçmişəm. Yaxşı, burada təzədən deyir ki, P-ni də vur 3-ə. P-də 2 almışdım, 3-ə də vuran neçə edəcək? 6 edəcək. S-imin bir qiyməti də 2-dir. Vəssalam, deməli 2 və 6. Yəni S-ə 2, P-yə isə 6 almış olur. Cavabımız Y variantı. Belə ki, məsələn, qarışıq gəldirsə, əslində qarışıq deyil, yəni ədəd böyük olanda beləsini deməlisiniz. Addım-addım eləyin də başqa yolunuz yoxdur. S bərabərdir 11-dən çıxdı, sizə 8 verdi. P bərabərdir, deməli 200 olacaq. Təbii ki, 200 ondan kiçik deyil, yoxa gedəsiniz yenə. 8 0-dan kiçik deyil, yenə yoxa düşürsünüz. 3 çıxdınız, deməli 5 aldınız, buradan 20 aldınız. Təzədən yenə 2 aldınız, buradan da deməli neçə aldınız? 2 aldınız, 20 ona qədər. Harada səhv elədim? 2 aldıq, hə. Səhv eləmədik, hə. Ondan sonra düşdüm aşağı deməli P-m 2-dir, 2-dən 2 ondan kiçikdirmi? Hə deyirəm, gəlirəm bura. P də 2 idi, 2-ni də çevirəm neçə edəcək? 6. Yəni P-nin qiyməti oldu 6, S-in də qiyməti oldu 2. 2 və 6 Y variantı. Beləsini də deyə bilərsiniz, bayaq kimi deyə bilərsiniz, fərqi yoxdur. Sadəcə addım-addım getmək
ədədlər böyük olanda sizə problem yarada bilər. İndi misala baxır da, məsələyə baxır. Ola bilər ki, heç bəlkə qısa yol yoxdur, məcbursan addım-addım gedəsən. O da ola bilər. Alqoritm fraqmentin yerinə yetirilməsindən sonra dəyişənin alınacaq qiymətini müəyyən edin. Deməli, bu neyinir? D bərabərdir 101, D bərabərdir 15, C cütdür 101-dir, yox. Yox, gəldik yoxa, çünki təkdir. Yəni yazaq, C bərabərdir 101-dən 3 çıxanda deməli 98, D bərabərdir D plus K. 15-in üzərinə 1 gəldiniz 16, K bərabərdir K plus 1, 1-in üzərinə 1 gəldiniz 2. Fırlandınız, gəldiniz təzədən bana. C cütdürmü 98, hər bu dəfə həyə düşdük. D bərabər oldu, D bölünsün 8. Deməli, D-nin 8-ə bölən neçə idi? 2. Ondan sonra deyir ki, K bərabərdir D-yə. K-ya da 2 almışıq da sonuncu dəfə. D-yə də 2 aldıq. 2 bərabərdir 2-yə. Hə. Gəldik bura D bərabərdir C minus 8. D bərabərdir C-miz neçədir? 98. Ondan da 8 çıxanda bizə neçə verəcək? 90. Cavabımız nə olacaq? D variantı. 5 dənə olmadı bura. Belə. Növbəti izahda görüşənədək. Hələlik.